Ana səsi. Yaranışda ana sevgi qaynağıdır. Yarantıya ana vergi yaylağıdır. Ana demək örnəyidir yaranışın. Ana görmək görməyidir yaşayışın. Tanrı verib öz işini analara, tapşırıbdır anaları balalara. Balasını böylər o öz istəyi ilə, laylasını oxuyar öz gür səsi ilə. Ana səsi səslərin ən yaxçısıdır. Sevgi, vergi qaynaqları salqısıdır. Çətinliyə dözər ana dağlar kimi, yaşayışda çiçəklənər bağlar kimi. Belədir ki, analardır ən sevməli, sevməlilər içrə gözəl görməli. Ana varsa səfa ilə vəfa vardır. Elə bil ki, canlılara hava vardır. Ana getsə yerin alar səfa vəfa, ana ilə məna olar sirr-i bəqa. Kefi olsun ana səsi eşidənin, ana əli əllərinə yetişənin. Sevgi ilə